Bax indi biz bilmirik, nə znak yox, nə göstəriş yox. Biz indi bir gedək hardan dönəcəyik? Novxanın quruğundan, düzdür? Bu mənə artıq xərcdir də, rasxoddur. Gör neçə kilometr, 7-8 kilometr yolu uzadır. Masazır Novxanı yoluna istifadə edən sürücülər son vaxtlar yaranan vəziyyətdən ciddi narazılıq edirlər. Onların sözlərinə görə Masazırdan Saray istiqamətinə birbaşa dönmək imkanı yoxdur. Bu səbəbdən sürücülər məcbur qalaraq Novxanı yoluna qədər əlavə məsafə qət edir. Oradan isə geri dönərək hərəkətlərini davam etdirirlər. Məsələ ondadır ki, bu dəyişiklik sürücülərə əlavə 7-8 kilometr məsafə, vaxt itkisi və artıq yanacaq xərci yaradır. Üstəlik həmin yoldan geri dönüş edən sürücülər yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılır və inzibati cərimələrlə üzləşirlər. Sürücülər iddia edirlər ki, Masazırdan Saray istiqamətinə gedəndə onlar böyük çətinliklə üzləşirlər. Çünki Saray qəsəbəsinə getmək üçün Novxanı dairəsindən geri dönüş edirlər. Bu da onlar üçün əlavə xərc və yol deməkdir. Onlar hətta iddia edirlər ki, həmin gördüyünüz bu istiqamətdən geri dönüş etdikdə isə yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılır və onlara cərimələr tətbiq olunur. Sürücülər bildirirlər ki, Masazırdan Saray istiqamətinə birbaşa dönmənin bərpası həm nəqliyyat axınını rahatlaşdırar, həm də onların gündəlik hərəkətini asanlaşdırar. Znak qoymublar axı dönmək. İndi mən saraya gedirəm. Necə gedim? İndi buradan dönsəm cərimədir, düzdür. Məcburam deyib qabaqda razı ol dedim, ardınca qayıdım. Buradan getməli olmuşam Sumqayıta, bax mən də belə əziyyət çəkmişəm. Bunun da axırı necə olacaq Allah bilir. Bax indi biz bilmirik, nə znak yox, nə göstəriş yox. Biz indi bir gedək hardan dönəcəyik? Novxanın quruğundan, düzdür? Bu mənə artıq xərcdir də, rasxoddur. Saray istiqamətinə dönmək üçün öncədən yerdə cizgilər çəkilsə də, amma nədənsə bu sonradan ləğv olunub. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, Novxanı Masazır istiqamətində aidiyyatı qurum tərəfindən yeni yolun inşası həyata keçirilir. Bu səbəbdən sözü gedən ərazidə hərəkətin təşkili də aidiyyatı qurum tərəfindən təhlükəsizlik tədbiri məqsədi ilə aparılır. Yolun inşası yekunlaşdıqdan sonra Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yol nişanlarının və nişanlanma xətlərinin təşkili həyata keçiriləcək. İnanırıq ki, sözü gedən məsələ qısa zaman müddətdə öz həllini tapacaq. Sürücülər rahat şəkildə Masazır qəsəbəsindən Saray qəsəbəsinə gedə biləcəklər. Dünya TV mövzunu diqqətdə saxlayacaq. Şəmsdan Fikrətli Elbrus İsmailov bugün informasiya proqramı üçün.